Salam, hər vaxtınız xeyir. Mən Ağayeva Yeganə, Dahi Akademinin 1 fevral 2026-cı il tarixində 7-ci sinif üzrə keçirdiyi buraxılış sınaq imtahanının ingilis dili suallarının düzgün cavabları ilə tanış edirəm. Gəlin ilk öncə birinci suala baxaq. Biz bilirik ki, sınaq imtahanında 1-dən 4-ə qədər dinləmə mətni ilə əlaqədar suallardır. Dinləmə mətnini hər birimiz dinləmişik. Mətnin ümumi məzmunu ilə sizi yenidən tanış edirəm. Mətndə Arifə adlı bir qızın özünə ad günü partisi üçün bir don almaq istəyir. Yəni istədiyi bildirilir və o öz anası ilə mola gedir. Həmin böyük bir molda çoxlu paltar mağazaları var. Onların birinci girdiyi mağazada məhz paltar mağazası olur. Həmin mağazada Arifə parlaq bir ağ don bəyənir və əynində geyinib yoxladıqdan sonra böyük olduğunu görür. Lakin mağaza işçisi, satıcı ona daha kiçik, yəni ölçünü tapmaqda kömək edir və əynində çox gözəl qalır. Həmin paltarın qiyməti $30 təşkil edir. Arifə digər köynəklərə baxsa da, ancaq donu almağı qərarlaşdırır. Sonra Arifə anası ilə ayaqqabı mağazasına gedir və həmin mağazada $25 miqdarında, dəyərində olan öz üçün ayaqqabı seçir. Anası Arifənin istədiklərini alır, alış-verişdən sonra ac olduqları üçün yemək yeməyə gedirlər. Arifə molda gözəl bir gün keçirir və aldığı paltar və ayaqqabını həmin tədbirdə geyinmək üçün çox həyəcanlıdır. İndi gəlin suallarla tanış olaq. Birinci sualımızda Where does Arifə go first after arriving at the mall? Arifə ilk getdiyi mağaza hara idi? Molda. Deməli, A variantında shoe store ayaqqabı mağazası, B-də paltar mağazası, C-də restoran, D-də yeni mall, Y-də isə şənlik. Arifənin molda getdiyi ilk mağaza paltar mağazasıdır. Doğru cavab B variantı. İkinci sualda isə the passage is mainly about mətnin nə haqqında olduğunu soruşur. Burada doğru cavab B variantıdır. A variantında alış-verişdən sonra yemək haqqında, C variantında a big shopping mall, böyük bir alış-veriş mərkəzi haqqında, D variantında müxtəlif növ köynəklər haqqında, Y variantında isə mağazada olan əşyaların qiymətləri haqqında. Bunların hər biri mətndə ola bilər. Amma bizə əsas mətnin məzmunu, yəni ümumilikdə mətn nədən bəhs edir, onu seçmək lazımdır. Ümumilikdə mətn Arifə adlı bir gəncin ad günü partisi üçün özünə alış-veriş etməkdən danışır və demək ki, B variantı daha uyğundur. Shopping for the event. Deməli, birinci sualın cavabı B variantıdır. İkinci sualın da cavabı həmçinin B variantıdır. Üçüncü sualda complete the sentence according to the passage. Verilmiş cümləni mətnə görə tamamlamaq haqqındadır. The shop assistant helps. Deyir ki, mağaza satıcısı, yəni nədə kömək edir? Going to a shoe store, ayaqqabı mağazasına getməyə. B-də walking around the mall, mallun ətrafında gəzməyə. Picking out an outfit, özünə paltar seçməyə. Deciding to buy, almaqda qərar verməyə. Looking for a dress, başqa bir paltara baxmağa. Doğru cavab Y variantıdır. Çünki mətndə də deyilir ki, kiçik bir ölçünü tapmaqda mağaza satıcısı kömək edir. Demək ki, üçüncü sualın doğru variantı Y variantıdır. Dördüncü sualda decide whether the statements are true or false.
Hansı verilmiş fikirlərin doğru və yaxud da yanlış olduğunu seçmək lazımdır. Birinci sualda Arifə buys a skirt along with a dress. Arifə deyir donla bərabər özünə köynək də alır. Düzdür, Arifə köynəklərə baxsa da, amma ancaq donu almağı qərar seçir. Ona görə verilmiş fikir yanlışdır. B variantında, yəni ikinci cümlədə the dress Arifə tries on first is too big. Arifənin deyir birinci geyindiyi paltar olduqca böyük idi. Bu doğrudur. Çünki paltar böyük olur, sonra satıcı kiçik ölçünü tapmaqda köməklik göstərir. Üçüncü cümlədə Arifə has a great day at the party. Arifə şənlikdə deyir gözəl bir vaxt keçirir. Burada verilmiş mətndə şənlikdə yox, molda gözəl bir gün keçirdiyi haqqında məlumat verilir. Doğru cavab B variantı, yəni fikir səhvdir. Dördüncü cümlədə they go to it as they are hungry. Onlar ac olduğu üçün yemək yeməyə gedir. Bu fikir doğrudur. Doğru cavab A. Gəlin 5-ci tapşırığa baxaq. 5-ci tapşırıq qısa mətndir. The Sahara is the largest hot desert in the world and is located in North Africa. Sahara səhrası haqqındadır və Sahara səhrasının Cənubi Afrikada yerləşdiyini və dünyada böyük bir səhra olduğu deyilir. It covers parts of many countries including Egypt, Algeria and Sudan. Həmin səhranın bir çox ölkələr, məsələn, Algeriya, Sudan, Misir kimi ölkələri əhatələdiyi deyilir. The climate is very dry and temperatures can be extremely high during the day. Və deyilir ki, burada hava çox qurudur və temperatur gün ərzində ən yüksək dərəcəyə çatır. A variantında Saharanın ancaq Misir və Algeriyanı əhatələdiyi göstərilir. Xeyr, verilmiş mətndə Sudan da daxildir. B variantında temperatures in the Sahara can be very high. Temperaturun Saharada çox yüksək ola biləcəyini göstərir. B variantı mətnə görə doğru cavabdır. C variantında the desert is small and not very hot. Səhra deyir çox kiçikdir və hava isti deyil, yanlışdır. D variantında it does not include Egypt or Sudan. Bunun deyir Misir və yaxud da Sudana daxil olmadığını deyir, amma mətndə Sudanın, Misirin və Algeriyanın hər üçünün adı verilmişdir. Y variantında the Sahara's temperatures are never high. Saharanın temperaturunun heç vaxt yüksək olmadığını deyir, amma əksinə mətndə temperaturun daha yüksək olacağı, yəni ola biləcəyi söylənilir. 6-cı short teksti. The Eiffel Tower is a famous landmark in Paris, France. Eiffel qülləsinin Fransada, Parisdə məşhur bir yer olduğu göstərilir. It was built in 1889 and is made of iron. 1889-cu ildə tikilmişdi və dəmirdən hazırlanmışdı. Many people from different countries visit the tower every year to enjoy the view of the city. Və deyilir ki, hər il dünyanın müxtəlif ölkələrindən çoxlu insanlar həmin Eiffel qülləsinə baş çəkmək üçün gəlir və şəhərin mənzərəsindən həzz almaq üçün buraya gəlirlər. A variantında the Eiffel Tower isn't popular in the world. Eiffel qülləsinin dünyada məşhur olmadığı deyilir, amma ilk cümləmizdə məşhur olduğu söylənilir. B variantında few people deyir, yəni az insanlar hər il baş çəkir. Əksinə, mətnin üçüncü cümləsində many people from different countries visit the tower every year. Çox insanların gəldiyini söyləyir. C variantı doğrudur. It was made of iron and built in 1889. Dəmirdən hazırlanmışdı və 1889-cu ildə tikilmişdi. Mətndə verilmişdi həmin cümlə. Doğru cavabımız C variantıdır. D variantında
It was built in modern times. Müasir zamanlarda tikilmişdi, amma tarixə baxsaq 1889-cu il, yəni müasirliyi əhatələmir, yanlış fikirdir. Y variantında The Eiffel Tower has no good view, Eiffel qülləsinin yaxşı görünüşünü olmadığını deyir, amma yəqin ki, yaxşı görünüş olmasaydı dünyanın müxtəlif ölkələrindən həmin yeri ziyarət etməyə çoxlu insanlar gəlməzdi. Gəlin 7-ci sualımıza nəzər salaq. 7-ci sualımızda həmçinin qısa mətn haqqındadır. Burada birinci cümləmizdə Mars is the fourth planet from the sun and is often called the red planet. Marsın Günəşdən sonra 4-cü planet olduğu və onu qırmızı planet kimi adlandırdığı deyilir. It has mountains, valleys and large deserts. Onun deyir meşələr, mountains, dağları, vadiləri və böyük səhraları var. Scientists study Mars to learn more about space and the possibility of life. Alimlər deyir, Marsı yerdən daha çox öyrənirlər və onda həyatın mümkünlüyü haqqında daha çox öyrənirlər. A variantında Mars doesn't have any deserts or valleys. Marsda hər hansı bir səhra və yaxud da vadinin olmadığı deyilir, amma bu səhv fikirdir. B variantı Scientists don't try to learn more about space from Mars. Alimlər deyir, Mars haqqında daha çox öyrənməyə çalışmırlar, yanlış fikirdir. Mətndə Mars haqqında daha çox öyrənmək istədikləri göstərilir. C variantında there are no big landforms like mountains on Mars. Marsda deməli dağların olmadığı göstərilir. D variantında people call Mars the red planet and it has large deserts. İnsanlar Mars'ı qırmızı planet adlandırır və onun böyük səhraları var. D variantı doğru fikirdir. Y variantında scientists have no interest in studying Mars. Alimlərin Mars haqqında öyrənməyə maraqları olmadığı deyilir. Bu fikir isə yanlışdır. Doğru cavab D variantı. 8-ci sualdan 12-ci suala qədər olan suallarımız mətn haqqındadır. Gəlin verilmiş mətnin hansı məzmunda olduğuna nəzər salaq. There are 4 seasons in a year: spring, summer, autumn and winter. Bir ildə 4 fəsil var: yaz, yay, payız və qış. Every season brings different weather and different dresses. Hər bir fəsil deyir, müxtəlif hava və müxtəlif paltarlar gətirir. It is very important to know what weather to expect. Hansı havanın olacağını, yəni bilmək, gözləmək çox vacibdir. People can get information about the weather on the next few days from weather forecasts on TV, radio and in newspapers. İnsanlar deyir, növbəti bir neçə günün hava proqnozlarını televiziya, radio və qəzetlərdən əldə edə bilər. When it is hot, people wear t-shirts, blouses, socks and sandals. Hava isti olanda insanlar qısa qol köynək, blouse, yəni qadın köynəyi, üst köynəyi, corab və sandal geyinir. In cold weather, people usually put on warm clothes, jeans and trousers, sweaters and jackets, coats and caps, high boots, scarves and gloves. Soyuq havalarda isə insanlar adətən isti paltarlar geyinir, cins şalvar və yaxud da şalvar, sviter, yəni isti köynək, jaket, palto, papaq, uzunboğaz çəkmə, şərf və əlcək geyinir. In rainy weather, they take umbrellas with them. Yağışlı günlərdə isə onlar özləri ilə çətir götürürlər. So, before going out of the house, listen to the weather forecast, think what to wear and choose the right dress. Belə ki, əvvəlcədən hava haqqında olan məlumatı dinləsək, bu zaman daha doğru paltar seçimi edə bilərik.
8-ci sualda what is the text mainly about? Mətnin ümumilikdə nə haqqında olduğu soruşulur bizdən. Burada A variantında isti paltarlar, B variantında televiziyada hava proqnozları, C variantında ilin fəsilləri, D variantında how to choose the right dress, doğru paltarı necə seçə bilərik, Y variantında isə yağışlı hava. Ümumiyyətlə, verilmiş cavabların hər biri mətnin daxilində ola bilər. Amma bizə ümumilikdə mətnin bütün hissəsinin nəyi əhatələdiyi soruşulur. Ona görə də doğru cavabımız D variantıdır. Gəlin D variantını işarələyək. Deməli, 8-ci sualın doğru cavabı D variantı. 9-cu sual. Complete the sentence according to the passage. Verilmiş cümləni mətndən uyğun sözlərlə tamamlamaq haqqındadır. In hot weather we usually wear. İsti havalarda biz adətən nə geyinirik? Birinci sözümüz coats, palto. İkinci t-shirts, köynək. 3 sandals, yəni sandal, yay ayaqqabısı. 4-də isə sweater, isti köynək. Demək ki, biz isti havada 2 və 3-ü seçə bilərik. Qısa qol köynək və sandal. Doğru cavab B variantıdır. 10-cu suala nəzər salaq. Choose the correct sentence according to the passage. Verilmiş mətnə görə doğru fikri cümləni seçək. A variantı. We can't learn a weather forecast on the radio. Biz deyir, hava haqqında proqnozu radiodan öyrənə bilmərik, yanlışdır. Mətndə həm radio, televiziya və qəzetlərdən öyrənə biləcəyimiz haqqında məlumat verilib. B variantı, people should wear sweaters in summer. İnsanlar yayda isti köynək geyinmələri gərəkdir. Bu yanlış fikirdir. Çünki yayda biz isti geyinmirik. T-shirt, sandals, yəni bunlardan istifadə edirik. C variantında it is useless to choose the right dress. Doğru deyir, paltar seçmək deyir, lazımsızdır. Bu da doğru fikir deyil mətnə görə. D variantı we wear warm clothes in different seasons. Biz deyir, müxtəlif fəsillərdə isti paltarlar geyinirik. Biz isti paltarları müxtəlif fəsillərdə deyəndə biz yayda isti paltar geyinmirik. Ona görə D variantındakı fikir yanlışdır. Y variantı people usually wear high boots in cold weather. İnsanlar adətən soyuq havalarda uzun boğaz çəkmə geyinir. Mətndə verilmişdir. Y variantı mətnə görə doğru cavabdır. Növbəti sualımıza baxaq. Choose the correct word. Mətnə görə düzgün sözü seçməliyik. People, umbrellas to protect themselves from the rain. İnsanlar özlərini yağışdan qorumaq üçün çətiri nə edirlər? A variantında now bilmək deməkdir. B-də put on geyinmək deməkdir. C-də take götürmək deməkdir. D variantında listen qulaq asmaq. G variantında think düşünmək, fikirləşmək deməkdir. Demək ki, verilmiş cümləyə görə ən doğru variant C variantıdır. İnsanlar yağışlı havada özlərini qorumaq üçün çətir götürürlər. Doğru cavab C. 12-ci sual mətnin sonuncu sualıdır. Açıq tapşırıqdır. Deməli, mətnə görə verilmiş düzgün cümlələri seçmək lazımdır. Birinci cümləmizdə you should use an umbrella in rainy weather. Sən deyir, yağışlı havada deyir, çətir götürməyin gərəkdir, istifadə etməlisən. Doğru fikirdir. Çünki yağışlı havada çətir götürmək lazımdır. İkinci cümləmizdə there are no weather forecasts in the newspapers. Qəzetlərdə deyir, hava haqqında məlumat verilmir, yanlış fikirdir. 3-də it is important to get information about the weather. Hava haqqında məlumat əldə etmək vacibdir. Doğru fikirdir. 3. 4-cü cümləmizdə isə you need to wear gloves in hot weather. Sənin deyir, isti havada
əlcək geyinməyin lazımdır. Bu yanlış fikirdir. Demək ki, 12-ci sualın doğru cavabı 1 və 3-cü cümlələrdir. 13-cü sualdan sonuncu sualımıza qədər qrammatika tipli tapşırıqlardır. Gəlin onlara nəzər salaq. 13-cü sual. Choose the correct variant. Düzgün variantı seç. My homework is enough, but hers is than mine. Demək ki, biz cavablara nəzər salsaq, biz burada sifət seçməliyik, yəni sifətin doğru dərəcələrini seçməliyik. Qaydadan bilirik ki, enough sifətin adi dərəcəsi ilə işlənir. Ona görə birincidə adi dərəcə olmalıdır. İkinci tərəfdə isə zən müqayisə dərəcəsində işlənən bağlayıcı olduğu üçün bizə müqayisə dərəcəsində işlənən sifət lazımdır. Baxırıq ki, sifət is sifəti verilib. Is sonu y hərfi ilə bitdiyi üçün dərəcələnəndə y hərfi ay hərfinə çevrilir və tək hecalılarda olduğu kimi ir şəkilçisindən istifadə olunur. Ona görə də birinci tərəfdə adi dərəcə kimi is verilib, ikinci tərəfdə isə iziyə olacaq. Doğru cavabımız C variantıdır. 14-cü sualda choose the correct line of countable compound nouns. Bizdən doğru sayılan mürəkkəb isimlər olan cərgəni seçməyi istəyir. A variantı butterfly, armchair, letterbox. Bunların hər üçü həm mürəkkəb, həm də sayılan isimdir. Demək ki, A variantımız doğrudur. Gəlin digər variantlara baxaq. Building düzəltmə isim olduğu üçün biz bunu B variantına götürə bilmərik. Ümumiyyətlə, interesting sözdə maraqlı deməkdir, heç isim deyil. C variantında homework mürəkkəb isim olsa da sayılmayan isim olduğu üçün götürmürük. Həmçinin dangerous təhlükəli deməkdir, sifətdir. School yadı isə mürəkkəb sayılan isimdir, amma digər sözlərimiz uyğun olmadığı üçün C variantını götürə bilmərik. D variantında pen friend sayılan mürəkkəb isim olmasına baxmayaraq friendship sözü dostluq deməkdir və dostluq sözü düzəltmə söz olduğu üçün D variantında götürə bilmərik. Y variantında suitcase sözü mürəkkəb olmasına baxmayaraq happiness və agreement sözləri düzəltmə söz olduğu üçün Y variantını da götürə bilmərik. Doğru cavabımız A variantı. 15-ci testə nəzər salaq. Choose the correct variant doğru cavab istəyir. Roses over there are very nice. Biz burada işarə əvəzliyi seçməliyik. A variantında roses burada cəmdə olduğu üçün ya these ya da ki those-dan istifadə edə bilərik. Ona görə A və D variantlarına çıxdıq. Biz bunları götürə bilmərik. Z şəxs əvəzliyidir. Şəxs əvəzliyindən sonra isim işlənməz. Özündən sonra xəbər gəlməlidir. Ona görə B variantı da uyğun deyil. C və Y variantları arasında qalırıq. Cümlədə o və Z olduğu üçün uzaqdakı əşyanı bildirir və biz buna görə də those-u götürməliyik. Doğru cavab C variantı. Z və those uzaqda olan hər hansı bir əşya və yaxud da şəxsi bildirir. Z-dən sonra tək isim gəlir, those-dan sonra isə cəm isim gəlir və 15-ci testə görə doğru cavabımız C variantıdır. 16-cı suala baxaq. Choose the incorrect variant bizdən səhv variantı istəyir. Demək ki, variantlara nəzər salsaq, hər birində appear sözü ilə işlənmiş sözlər verilir. Biz bilirik ki, appear bir cüt deməkdir və appear sözündən sonra deməli cütlük bildirən isimlər işlənə bilər. A variantında a pair of trousers doğrudur, bir cüt şalvar. B, a pair of glasses, bir cüt eynək. C variantında a pair of dress, dress təkdə verilib. Ona görə də C variantı doğru ola bilməz. Səhv fikir C variantıdır. D variantında a pair of scissors, bir cüt qayçı doğrudur. Y variantında a pair of shorts, bir cüt şortik, bu da doğrudur. Demək ki,
inkorrekti istədiyi üçün testə görə doğru cavab C variantıdır. A pair of dress ola bilməz. Gəlin 17-ci suala nəzər salaq. Choose a correct variant with a noun in the possessive case. Yəlik halda olan isimlər, yəni isim olan cümləni seçmək lazımdır. A variantında the Brown's neighbors a doctor. Biz bilirik ki, əgər soyad bütöv bir ailəni təmsil edərsə, sonuna S artırılır, əvvəlində də Z artiklı işlənir. Burada Z artiklı işləndiyi üçün verilmiş soyad bütöv bir ailəni təmsil etməlidir və bu zaman yəlik hal şəkilçisi S-dən sonra yazılmalı idi. Yəni ona görə A variantı yanlışdır. İkinci tərəfdə olan neighbors a doctor hissəsində isə yəlik haldan sonra isim, yəni artiklsız işlənir və burada da izin qısaldılmışı kimi verilib. Ona görə A variantı ümumiyyətlə uyğun deyil. B variantında she apostrof S my friend. Biz qaydaya görə bilirik ki, it apostrof S, she apostrof S və he apostrof S. Buradakı apostrof S'lər yəlik halını göstərə bilməz. Ona görə yanlış variantdır, izin qısaldılmışıdır. C variantında Akif apostrof S got a black car. Bilirik ki, qaydamıza əsasən apostrof S plus got ifadəsi işlənibsə, has gotun qısaldılmışıdır, yəlik hal ola bilməz. D variantında my sister's blue jacket is dirty. Doğrudur. D variantı yəlik haldan sonra isim gəlib. Ona görə D variantımız heç bir səhvlik yoxdur. Y variantında where apostrof is your pet, yəni where is your pet'in cümləsində yəlik hal deyil. Çünki sual əvəzliklərindən sonra where is, who is, what is, which is bunlar yəlik halda yəni işlənmiş sözlər deyil. 17-ci sualda doğru cavabımız D variantıdır. Gəlin 18-ci suala nəzər salaq. Choose the correct pronouns to the underlined words. Altından xətt çəkilmiş sözlərə uyğun olan doğru əvəzlikləri seçməliyik. Cümləmizi oxuyaq. My sister goes to school with our grandfather every day. Cümlənin əvvəlində my sister ifadəsinin altından, birləşməsinin altından xətt çəkilib, özündən sonra xəbər gəlib. Biz bilirik ki, şəxs əvəzliklərinin adlıq formasının cümlənin əvvəlində işlənə bilər və özündən sonra xəbər işlənir. Şəxs əvəzliklərinin adlıq formaları hansılardır? I, you, he, she, it, we, you, they. My sister qadın cinsi olduğu üçün biz burada she götürürük. She olan variantlarımız A, D və Y variantlarıdır. İkinci tərəfdə isə with sözönüdür. Sözönündən sonra isə biz əvəzliklə ancaq object pronounsları, yəni tamamlıq olan əvəzlikləri əvəz edə bilərik. Object pronouns my, our grandfather kişi cinsi olduğu üçün him uyğun olacaq. Demək ki, doğru cavabımız A variantıdır. Burada B və C variantları mübtədaya görə ümumiyyətlə uyğun deyil. D variantında our grandfather, yəni bizdən danışmır, bizim babamızdan danışır. Ona görə as bizimlə ola bilməz. Y variantında her qadın cinsidir, doğru deyil. Düzgün cavab A variantı. 19-cu testdə nəzər salaq. Choose a correct variant, doğru variantı seç. Are these books or? Burada nöqtələrdən sonra isim gəldiyi üçün bizə isimli yəlik əvəzliyi lazımdır. Birinci tərəfdə isimli yəlik əvəzliyi olmalıdır. İkinci tərəfdə isə nöqtələrdən sonra isim gəlmədiyi üçün demək ki, bizə isimsiz yəlik əvəzliyi lazımdır. Birinci isimli, digər tərəfdə isə isimsiz olan variantımız B variantıdır. Bu testin doğru cavabı B variantıdır. Gəlin digər variantlara nəzər salaq.
A variantında birinci tərəfdə him verilib. Him object pronounce'dur. Object pronounce'dan sonra isim işlənmədiyi üçün A variantı yanlışdır. C variantında yours verilib. Yours'dan sonra isim işlənə bilməz. Çünki yours özü isimsiz yəlik əvəzliyidir. Ona görə C variantı da yanlışdır. D variantında birinci tərəf uyğun gəlsə də, yəni isimli yəlik əvəzliyidir. İkinci tərəfdə bizə isimsiz yəlik əvəzliyi lazımdır. Ona görə D variantı da uyğun deyil. Y variantında ikinci tərəf uyğun gəlsə də, çünki his həm isimli, həm də isimsiz yəlik əvəzliyidir. Birinci tərəfdə hers isimsiz olduğu üçün books işlənib, ona görə də Y variantı uyğun deyil. Doğru cavab D variantı. 20-ci testə baxaq. Choose a correct variant, düzgün variantı seçək. Yəni A, B, C, D variantlarından görünür ki, biz burada sual cümləsini doğru tamamlamalıyıq. The children a ball in the playground. The children cəmdə olduğu üçün biz burada do-dan istifadə etməliyik. A variantında does verilib, does tək isimlərlə işlənir. D variantında isə has verilib, has da tək isimlərlə işlədilir. Ona görə A və D variantlarına çıxdıq. Qaldı B, C, Y variantları. Biz bilirik ki, əgər cümlədə do ilə sual vermişiksə, biz həmin cümlədə qotdan istifadə edə bilmərik. Ona görə C variantında çıxdıq. Y variantında isə children cəmdədir. Ümumiyyətlə has işlənə bilməz. Həmçinin sual cümləsində əsas feili biz ilkin to-suz formasında işlətməliyik. Ona görə də Y variantımız da yanlışdır. Demək ki, 20-ci sualda doğru cavab B variantıdır. Do the children have a ball in the playground? 21-ci sual. How many variants are correct? Neçə sözün doğru olduğunu bizdən istəyir. There is bread in the cupboard. Bu quantifiers mövzusuna aid testdir. Bread sözü sayılmayan isim olduğu üçün many işlənə bilməz. Many'dən sonra sayılan cəmsim işlənir. Bir yanlışdır. Much işlənə bilər. Çoxlu mənasında özündən sonra sayılmayan isim işlənir. Some işlənə bilər. Some'dan sonra həm sayılan cəm isim, həm də sayılmayan isim işlənə bilər. 4 doğrudur. Only a little. Only a little. A little'dan sonra da sayılmayan isim işlənir. A few yanlışdır. A few'dan sonra sayılan cəm isim işlənir. A lot of doğrudur. Çünki a lot of'dan sonra da həm sayılan cəm isim, həm də sayılmayan isim işlənə bilir. Demək ki, much, some, only a little və a lot of variantlarının hər birini götürə biləcəyimiz üçün 4 doğru cavabımız var. Doğru variant D variantıdır. 22-ci sualda yenə doğru cavab istəyir bizdən. Our street is narrow to drive a car. Variantlara baxsaq, to, than, enough, the, of verilib. Burada doğru cavab A variantıdır. Çünki to özündən sonra adi dərəcədə işlənən sifət tələb edir. B variantında zən bağlayıcısı verilib, zən müqayisə dərəcəsində işlənir, amma burada yəni müqayisə dərəcəsi verilmədiyi üçün götürə bilmərik. C variantında enough'ın özü adi dərəcədə olan sifətlə işlənsə də, qaydamıza əsasən enough sifətdən sonra işlənir. C variantı yanlışdır. Our street is narrow ola bilməz, yəni burada article işlətmirik. Is of narrow, yəni burada of da işlənə bilməz. Ona görə doğru cavab A. 23-cü testdə choose the synonym of the word fast. Fast sözünün sinonimini istəyir. Fast cəld, sürətli deməkdir. A variantında long uzundur, sinonim deyil. B variantında slow yavaş deməkdir, antonimdir, sinonim deyil. C variantında tall hündür deməkdir, hündür sözü cəld sözü ilə sinonim deyil. D variantında quick cəld deməkdir. Demək ki, fast sözünə sinonim olan
yəni sifət quick sözüdür. Y variantında isə famous, məşhur deməkdir. Məşhur sözü ilə cəld, sürətli sözlərdə sinonim olmadığı üçün doğru cavabımız D variantıdır. 24-cü suala nəzər salaq. Choose a correct variant doğru cavab istəyir. The cattle on the farm 2 hours ago, but now they in the yard. Demək ki, burada bizə to be-nin doğru formasını seçmək lazımdır. Cattle malqara sürüsü deməkdir. Cəm isimdir, həmişə cəmdə işlənən isim olduğu üçün biz burada ya are ya da ki were istifadə etməliyik. 2 hours ago. Zaman zərfimiz keçmiş zamanı göstərdiyi üçün, yəni 2 saat əvvəl deyildiyi üçün the cattle were olacaq. Birinci hissədə were götürməliyik. But now they. İkinci cümləmizdə isə now, indiki zamanın zaman zərfi olduğu üçün they cəmdə işlənib. Ona görə də doğru cavabımız are olacaq. Yəni the cattle were on the farm 2 hours ago, but now they are in the yard. Doğru cavab B variantı. Digər variantlara nəzər salsaq, A variantında birinci tərəfdə was verilib. Cattle cəm isim olduğu üçün was-la işlənə bilməz. Çünki was tək isimlərlə işlənir. Ona görə D variantında çıxmış oluruq. C variantında to be-ni indiki zaman formasında verib, amma zaman zərfimiz keçmiş zamanı göstərdiyi üçün 2 hours ago, 2 saat əvvəl biz C variantında götürə bilmərik. Y variantında isə birinci tərəfdə were doğru verilib, ikinci tərəfdə isə weren't keçmiş zamanda verilib, amma zaman zərfimiz are olduğu üçün, now olduğu üçün biz burada are verməliydik. Y variantı da bu səbəbdən yanlışdır. Doğru cavab B variantı. Gəlin 25-ci suala nəzər salaq. 25-ci sualımızda choose a correct sentence istəyir. Açıq sualdır. Düzgün cümlələr istəyir bizdən. Birinci cümləmiz my teacher is enough kind for us. Bizimdir müəllimimiz bizə kifayət qədər mehribandır. Burada yanlış olan enough sözünün işləndiyi yerdir. Çünki enough dərəcə zərfi kimi sifətdən sonra işlənir. Ona görə də birinci cümləni doğru götürə bilmərik. Yanlışdır. İkinci cümləmizdə there is an apple and 2 pears on the table. Doğrudur. Biz demişik ki, there is olan cümlələrdə is və yaxud da a-nın işlənməsi ilk mübtədaya əsasən götürülür. Burada an apple təkdə olduğu üçün there is doğru verilib. 2. Üçüncü cümlədə Alisa doesn't have got a doll yanlışdır. Çünki have got olan cümlədə does işlənə bilməz. Yəni does got-la işlənə bilməz. Ona görə yanlış fikirdir. Dördüncü cümləmizdə isə he is the tallest boy at our school. Doğru fikirdir. O bizim məktəbdə ən hündür, uca boy oğlandır. Çünki sözönlü cümlələrdə biz demişik ki, sifətin üstünlük dərəcəsi işlənir və üstünlük dərəcəsinin qarşısında mütləq Z artiklı işlənməlidir. Yəni heç bir qrammatik səhv yoxdur. Doğru cavab 25-ci sualda 2 və 4-cü cümlələrdir. 26-cı suala nəzər salaq. 26-cı sualımız 5 cümlədən ibarətdir, yəni tapşırıqdan ibarətdir və açıq tipli tapşırıqlardır. Birinci suala nəzər salaq. Jack was confusing because of difficult maths tests. Deməli, burada biz verilmiş confused yoxsa confusing sözlərindən birini seçməliyik. Qaydaya əsasən sonu idi və ing ilə bitən sifətlərin canlı və cansız isimlərə əsasən işlənməsi qaydası var. Əgər isim canlıdırsa sonu idili sifətlə işlənir, cansızdırsa ing-li sifət işlənir. Burada Jack canlı olduğu üçün birinci söz doğrudur, yəni confused götürürük. İkinci cümləmizdə the teacher called me to clean the board. Called xəbərdir. Qaydamıza əsasən xəbərdən sonra object pronouns'un işləndiyini nəzərə alsaq, doğru cavabımız
me olacaq. Burada my mənim deməkdir, isimli gəlik əvəzliyidir. Özündən sonra mütləq isim tələb edir, amma özündən sonra to clean xəbər gəldiyi üçün biz my əvəzliyini işlədə bilmərik. Doğru cavab me. Üçüncü cümləmizdə Mary couldn't carry her bag because it was heavy more və yaxud too heavy götürməliyik. Mary deyir, çantanı daşıya bilmir. Çünki o, əgər biz müqayisə dərəcəsində ümumiyyətlə işlətmiş olsaq, more'u biz sifətin qarşısında verməliyik. Və bundan başqa da heavy sonu y ilə bitdiyi üçün müqayisə dərəcəsi y ilə, more ilə düzəlmir. Burada təkəcalı sifətlərdə olduğu kimi ir şəkilçisi vasitəsilə düzəlməlidir. Ümumiyyətlə qrammatik cəhətdən səhvdir. To heavy isə doğru fikirdir. Heavy adi dərəcədədir və to dərəcə zərfi olaraq adi dərəcədə əvvəldə işlənir. To heavy fikri doğrudur. Dördüncü tapşırığa nəzər salaq. Match the words to their opposite meanings. Burada deyir, əks mənalı sözləri bir-biri ilə uyğunlaşdırmaq lazımdır. Birinci söz cheap, ucuz deməkdir. 2 ugly, eybəcər. 3 noisy, səsli, küylü. A variantı quiet, sakit deməkdir. B-də beautiful, gözəl, qəşəng deməkdir. C variantında expensive, baha. Məna baxımından əks mənalı sözləri uyğunlaşdırsaq, cheap, ucuz sözü C variantı ilə uyğun olur. Yəni 1 C-yə uyğun olacaq. 2 ugly, eybəcər. B gözəl, 2 B ilə uyğun olacaq. 3-də noisy, səsli, küylü. A variantında isə quiet, sakit deməkdir və bir-birinə əks mənalı söz kimi götürəcəyik. 5-ci tapşırıqda make up sentence cümlə qurmaqdır. Has many Nuray interesting good books. Deməli, buradan has və got olduğu üçün has gotun yanaşı gəlməsi, yəni işlənir, yanaşı işlənir. Burada vardır deməkdir. Və cümlənin əvvəlində biz birinci mübtədanı tapmalıyıq. Cümlə quruluşumuza görə mübtədadan sonra xəbər gəlir. 3. Nuray cümləmizin mübtədası olacaq. Nuray. İkinci xəbər gəldiyi üçün has got götürürük. 1, 5. Dördüncü cümləmizi, yəni əgər fikirləri oxuyub tərcümə etsək, many interesting books olacaq. Yəni, Nurayın var. Nəyi var? Çoxlu maraqlı kitabları var. Sonra ardıcıllıqda 2 olacaq, 4 olacaq və 6 olacaq. Demək ki, 3, 1, 5, 2, 4, 6 doğru ardıcıllıqdır. Cümləmiz Nuray has got many interesting books. Hər birinizə uğurlar arzulayıram. Ümid edirəm ki, izahlarımı anladınız. Diqqətinizə görə çox sağ olun.